Salam hörmətli YouTube və TikTok izləyiciləri, sizləri yenidən xoş gördük. Bura Gəncə şəhəridir. Gəncə şəhərində deməli Heydər Əliyev prospektinə yerləşən Kapital Bankın arxasında təxminən həmin Kapital Bankdan təxminən 180-200 metrlik məsafədə deməli bir zal 3 otaq olan bax belə bir həyət evi kirayə verilir. Hal-hazırda mən sizə qapıdan giriş hissəsini göstərirəm. Yəni küçədən giriş hissəsi, küçəsi deməli asfaltdır. İnsə maşın qarajını görmək mümkündür. Baxın, mən sizə maşın qarajını göstərirəm. Bu cürdür. Dediyim kimi deməli Heydər Əliyev prospektinə yerləşən bax həmin Kapital Bankdan bu həyət evinə qədər olan məsafə 180-200 metrdir. Bildiyiniz kimi həmin Kapital Bankın qarşısından bir neçə ədəd marşrutlar işləyir. İndi isə mən sizə hamamını göstərirəm. Hər birinə görürsünüz, hamısı işlək vəziyyətdədir, təzədir. Hamam ilə deməli evin giriş hissəsində yerləşən qapının arasında olan məsafə bax 1 metrdir təxminən. Yenidən bax mən sizə göstərirəm. Yəni demək olar ki, evin içərisindədir. İndi isə deməli mən keçirəm 3-cü otağa. Yəni ölçüsünə görə ən kiçik otağa. Bax burada yerləşən əşyalar bunlardır. Xaladinlik, qab üçün şkaf. İndi isə mətbəxini görmək mümkündür. Mətbəxində gördüyünüz kimi deməli paltaryon maşın yerləşir. Bura isə mini bağçasıdır. Bax belə bir həyət evinin kirayə haqqı 380 manatdır. Qiymətində bir balaca razılaşma olmalıdır. Stil sistemi bituminotkadır, elektronudur. Bax bu cürdür. Bundan başqa deməli bu həyət evi növçülər kimi tanıdığımız bir ərazidə yerləşir. Bildiyiniz kimi orada keçmiş Əkbər market hal-hazırda Al market yerləşir. Bax həmin Al marketə çox yaxın bir məsafədə yerləşir bu həyət evin. Həmin Al marketin qarşısından bildiyiniz kimi deməli 13 nömrəli marşrut işləyir. Burası zalıdır. Bax zalında olan əşyalar bunlardır. İnternet xətti hal-hazırda yoxdur, ancaq onun çəkilməsini mən dəqiq söz verirəm. Televizor deməli YouTube-dur. Çox yaxınlıqda, yəni bu əraziyə yaxın bir məsafədə 5, 34 və 43 nömrəli orta məktəblər yerləşir. İnsə İranski peçini görmək mümkündür. Deməli bax bu otaqda 2 ədəd paltar üçün şkaf var. Tələbələrə də vermək mümkündür. Bax belə bir həyət evinin kirayə haqqı 380 manatdır. Qiymətində bir balaca razılaşma olmalıdır. İndi isə 3-cü otağı mən sizə göstərdim. 3-cü otaqda olan əşyalar bunlardır. Pərdələri var. Deməli yorğan döşəkləri görürsünüz. Ancaq onu da deyim ki, bax bu deməli kravatların yerini dəyişmək mümkündür. Bax belə bir həyət evinin kirayə haqqı 380 manatdır. Qiymətində bir balaca razılaşma olmalıdır. Sizlərə uğurlar.